Köhnələr, sabahınız xeyir olsun. Artıq havalar dəyişib, özünüz görürsünüz də. Rəhmətli Einstein demişkən, evdən bayıra çıxanda altdan finka giyin. Bu bir zarafatdır. Amma ki, papaq giyməyi unutmayın. Mənim yadımdadır, anam rəhmətlik. Allah ölənlərimizə rəhmət eləsin. Həmişə mən bayıra çıxanda deyərdi ki, arə, bayıra papaqsız çimib çıxma. Başıma papaq qoy. İndi baxıram, görürəm ki, nə qədər düz deyirdi o. Düz hardan baxıb deyirəm, baxıb sizin başlarımızdan. Yəni, mənə biraz vaz keçdi o məsələ. Neysə, mənim saçım tökülmədi. Bir ara töküldü, sonra dayandı. Amma ətrafda baxıram, hamının başı keçəldi. Özdəki onu çox özlərinə dərd eləyirlər, ürəklərinə salırlar. Bu dağı o saç əkənlər bir aş vurub qazan doldururlar. Sən demə bunun birbaşa o başın soğuqlaması ilə əlaqəsi var imiş. Biz də bunu bilmirdik. Amma köhnələr bunu yaxşı bilirdi. O ki, deyir, soğuqda çıxırsan, başın yaş. Deyir, tüklərin dibində kristallaşma gedir. Bədən başlayır qızışmağa ki, onu əritsin. Orada buxarlanma əmələ gəlir. Və həmən o saçların kökü məhv olur. Hələ bu harasıdır? Sən demə, o soyuq başla bayıra çıxanda, o deyir, üçlük sınır var, üçlük sınır başdan gəlir üst tərəfə çıxan. Hələ o da iltibat ola bilər. İltibat dillərdə deyəsən o elmi dildə. Vasbaleni. Belə köhnə dildə desək. Ona görə heç vaxtı əsasən çiməndən sonra papaqsız bayıra çıxmayın. Deyir, Amerikalı alimlər araşdırma aparıblar ki, insanın bədəninin hər yeri bağlı olanda, bir dənə başı açıq olanda, o açıq yerdə daha çox biz başlayırıq istilik itirməyə. Yaxşıdır da, heç olmasa nəyi də öyrənsək, bu Amerika və xarici alimlərdən öyrənirik. Çünki bizim Elmlər Akademiyasından mən artıq demək olar ki, tam şəkildə öz ümidimi üzmüşəm. Yəni, gördünüz də bu yaxınlarda oranın baş akademiki var, üzünə baxanda bir dənə Rusların sözü adamın yadına düşür. Deyir, litso dürnya bizabrajenный intellektum. O ki, Ramiz Mehdiyev haqqında danışanda dil çaşar düzünü deyər. Ramiz Mehdiyev əvəzinə Ramiz müəllim dedi ya. Düz də. Görün o köpə olun pulun vəzifənin yüzünü ki, insanın dilini necə qısaldır. Görün indi o. Həmən o Ramiz Mehdiyev onun gözünün odunu necə alıb ki, hələ o burası içəridə ola da bunun yenə də dili pəltəy vurur. Onun adını eşidəndə. Əşi, neysə, bu mənim yaralı yerim deyə. Ne deyim sizə? İnşallah o gün də olar ki, bizim Elmlər Akademiyamız doğrudan da öz adına layiq olar. O vaxtı köhnələr kimi, məsələn, akademik Ziya Bünyadov kimi, bax, belə bir adamlar gələr orada, oturar başda. Zəhimli adamlar, qeyrətli adamlar. Bu qədər qəlbdən qəlbə.